Hər vaxtınız xeyir olsun. Deməli, sabah bu balaca Esin konsertidir, ona görə piroq bişirirəm. Birinci bu dədəsini oxşamışa verirəm, murtdaları qırsın, çalxalasın. Səni topal qal, ha, gözləyin gəlirəm. Əsəbim yenicənə soyumuşdu, ağza ayrıq gedənin düyməyi basmaq yadından çıxıb pesoq tökdüyüm yeri çəkməyib. 300 qram da pesoq tökürsünüz, bunu yaxşıca qarışdırırsınız, belə qatılaşandan sonra tökürsünüz ləyənin içinə. Ondan sonra bizə bu sponsor olmayan Della qatığını gətirirsiniz, bir armud stəkan doldurursunuz, bir qırıq da soda töküb yaxşıca qarışdırırsınız. Qarışdırandan sonra gətirirsiniz, bunu da hazırladığınız şeyin içinə tökürsünüz, üstünə bir stəkan qardalı yağı, bir qırıq vanil, bir qırıq qabartını töküb yaxşıca qarışdırırsınız. Ondan sonra ununuzu gətirirsiniz, bir qırıq da un töküb yaxşıca bunu yoğurursunuz. Əlinizə yapışmayanda bilirsiniz ki, xəmir hazırdır. Ondan sonra 2 dənə xırda kündəyi götürürsünüz, qoyursunuz salafanın içinə, hardasa yarısından çoxu qalır yerdə. Götürürsünüz, bunu qoyursunuz xaladenikə, yerdə qalan da gətirirsiniz, yağlı kağızın üstünə belə əlinizdən yayırsınız, daha doğrusu yaymaq istəyirsiniz, görürsünüz alınmır. Sonra qıraqda yayıb gətirib qoyursunuz padnosunuzun içinə. Qıraqlarını yaxşıca düzəldirsiniz ki, altına almanın su yaxmasın, 2 dənə yaxşıca irlək almayı götürürsünüz, tiyorkadan keçirdirsiniz. Ondan sonra bir qırıq da cözü brendelinin içinə çəkirsiniz. Ondan sonra bir qırıq da mürəbbə suyu tökürsünüz ki, yaxşı olsun. Sonra götürürsünüz, bu hazırladığınızı qoyursunuz badnostakinin üstünə, yaxşıca yaxmalayırsınız. İstəsəniz bir qırıq limon qabuğu da tiyorkalaya bilərsiniz, onda da dadlı olur. Sonra xaladenikdə xəmiri də çıxardırsınız, yaxşıca tiyorkalayırsınız bunun üstünə, tullursunuz peçin içinə. Çox qızarmağa qoymayın, bu qırıq qızardı bəsdir. Ondan sonra gözləyirsiniz, nə çox soyuq olmasın, nə çox qaynar. İlıq olanda yaxşıca doğrayırsınız, gözəl, finish olsun.